Filtrasiya seçimin şərtlərinə cavab verən sətirlərin göstərilməsi üçün çox münasibdir. Filtrasiya yalnız seçilmiş şərtlərə cavab verən sətirləri göstərir. Yerdə qalan digər sətirlər isə gizlədilir. Bunu aşağıdakı misal üzərində araşdıraq. B5, F15 xanalar diapazonunu qeyd edin. Verilənlər Data menyusundan Filter alt menyusunu, sonra isə Autofilter əmrini qeyd edin. Beləliklə, verilənlər üzərində Autofilter düymələri yaranır. Gəlin filtrasiyanı həyata keçirdək. D5 xanasında Autofilter düyməsini basın. 1,61 qiymətini qeyd edin. Beləliklə, cədvəldə yalnız seçilmiş şərtə cavab verən sətirlər görsənir. Bütün xanaların görsənməsi üçün yenidən verilənlər Data menyusundan Filter alt menyusunu, sonra isə hamısını göstərmək Show All əmrini seçin. Gördüyünüz kimi bütün sətirlər görsənir. Filtrasiyanı ləğv etmək üçün verilənlər Data menyusundan Filter alt menyusunu, sonra isə Autofilter əmrini qeyd edin. Beləliklə, filtrasiya ləğv edildi.